Senin küçede kalan müğənnilərin o görürsə 10 mata, 11 mata toya gedirlər gecəsi. Və səs olmayan, ancaq kimin sinəsi, baldırı varsa onları çağırırlar toya. 10 bin, 20 bin pul verirlər ona. Səs yox, sənət yox, xeyir-dua yox. Kim tullan Bir ağsaqqalımız, şeyximiz, aktyorumuz. Düşünürəm, bu aktyoru sevməyən varmı? Mən düşünürəm, bunun danışdıqları, söylədikləri, bu fikirlər ki var, qəbul etməyən varmı? Həmişə mən bu kişini xüsusi çox istəyirəm də. Nə gözəl milli dəyərlərimizdən danışır, mənəvi dəyərlərimizdən danışır, tariximizdən danışır, sərvətimizdən danışır. Zəngin insandır, insanın daxili qaynayır. Nəyi görürsə, çox gözəl də ifadə edir, yaxşı mənada ifadə edir, insanlara çatdırır. Amma mən fikirləşirəm ki, danışmağa dəyməz. Danışmağa dəyməz. Artıq. Heç kim ağsaqqal sözünü eşitmir. Heç kim, ən çox bu aparıcıları nəzərdə tuturam da, müğənniləri nəzərdə tuturam ki, artıq onlara ağsaqqal tövsiyəsi lazım deyil. Ağsaqqal sözü lazım deyil. Məsləhəti lazım deyil. Onlar bilirsiniz necədir? Miniblər atlara. Özü atlar nə atlar? Çapırlar. Qıra-qıra. Dağda. Bizim mənəvi dəyərlərimizi dağıdırlar. Milli dəyərlərimizi dağıdırlar. Sizi kimi sərvətlərimiz var. Sizi kimi milli sərvətlərimiz var. Sizə də dəyər vermirlər. Şeyx, mən düşünürəm, bu insanlara, bu müğənniciklərə, müğənnilərə, aparıcılara, ağsaqqal, ziyalı tövsiyəsi lazım deyil. Bunlar özlərin ağıllı sayır. Gedin olun ağıllı. Ne inirsiniz eləyin. Bir gün hər şey kapanacaq. Məndən bu qədər Sarı Səfra Məs Bahadur'dan.